Niye Qarabağ udanda? Qarabağ Avropa çempionatının, dünya çempionatının en yüksek zirvelerine kadar gelip çatanda biz onu əzizləyirdik. Az qalırdı kucağımıza olsaq. Futbol pulla bağlıdır. Futbol üçün mütləq yaxşı oyuncuları seçib almalısan. İndi bu komandanı Azərsun bəsləyir, belə deyək, pullarını verir. Amma Azərsunun rəhbərliyi 3 il bundan əvvəl vəfat etdi. İndi o Azərsun qalır. Amma Azərsun əvvəlki səmərə ilə işləyə bilmir və futbol komandasına da o qədər yardım göstərə bilmir. Bahalı oyuncuların çoxu çıxdı, getdi. Bilirsiniz, biraz futbolçunu başqa ölkələrdən almağa yönəlmək lazım deyil. Sovet dövründə bütün rayonlarda idman məktəbləri var idi. Həmin idman məktəblərinin basketbol, futbol, ondan sonra badminton, handbol və s. kimi şöbələri var idi. Orada yetişdirirdilər. Mən ayrısını demirəm, mənim kəndimdə, sizin kəndinizdə, hələ başqa idman növlərini demirəm, futbol məktəbi açıq. Oraya bir nəfər məşqçi təyin edib, məşqçi. Ona maaş verəcəksən, əlbəttə. Ondan sonrasına gözəl bir stadion, gözəl də mən demirəm, makranamar, stadion, yaşıl stadion və s. Bu uşaqların ayaqqabılarından tutmuş, butsi deyirlər, butsidən tutmuş giydikləri formalara qədər hamısını alıb verməlisən. Sən bir dənə qara dərilini alıb gətirəndə ona 50.000 dollar pul verirsən. 50.000 dollara mən 50 rayonda futbol məktəbi açarım. Onları da öz məşqçilərini təyin edirəm. Həm oxuyarlar, həm də ki futbol oynayarlar. O uşaq idman məktəbi olmalıdır. Sən bunun heç birinə fikir vermirsən. Ona görə də mənə belə gəlir ki, biraz da boğalıq olsa deyəcəm. Affadır, o birisidir, bu birisidir. Pulları da alıb basıb yeyirlər, bu rayonlarda, yerlərdə futbolun inkişafına qayğı göstərmirlər. Mən demirəm, bu saat rayonlarda da ahali azalıbdır, amma mən sizi inandırıram ki, rayonlarda, bax, üzr istəyirəm, icazə verirsiniz. Buyurun. Bizim dövrümüzdə rayonlarda dram dərnəkləri var idi. Bizim dövrümüzdə rayonlarda kinoteatrları var idi. Bizim dövrümüzdə kolxozunda məktəbində idman meydançası var idi. İdman meydançası, gözəl, qəşəng. Sonra voleybol meydançası var idi. Ondan sonra handbol meydançası var idi. Hər bir indi bəzilərindən indi tutalım ki, dövlət tərəfindən pul ayrılmırdısa, futbola pul ayrılırdı. Futbola butsu alırdılar, idman köynəyi, idman şalvarı alırdılar. Ondan sonrasına məşqçiyə maaş verirdilər. Məşqçi həftədə ən azı 3 dəfə onlarla trenirovka keçirirdi. Rayonda
kentler arasında yarışlar olurdu. Rayon birinciliği olurdu. Ve beləliklə bizim rayondan da bir-iki nəfər çıxmışdı, gəlib Bakıda Neftçinin əvəzedicinə, Neftçinin nəyinə. Amma mən biraz loğalanaraq deyirəm ki, bir rayonun futbol, voleybol, idman sahələri mənim əlimdə olsa, mən oradan xeyli oyuncu çıxardaram. Ne oldu Karadağlı düz, onlar ölürler. Bu pula göre özlerini öldürürler. Ben de öz vatandaşıma diyeceğim ki, ay kişi, bu futbol irade meselesidir. Bu futbol gece gündüz çalışmak meselesidir. Bu futbol için, yükseklere kalkmak için sen canını feda etmelisin. Ve indi ben demiyorum gidip Brezilya olacak ama yavaş yavaş futbol inkişaf edecek, voleybol inkişaf edecek. O zaman beleydi, hala o dünyanın geride kalmıştı. Aydındır Kamil müəllim. Herhalde Qurban Qurbanov da müsahibə verəndə deyib ki, iş saatlarımız artırılmalıdır və s. və ilə axır. Yəni dünənki futbol, əziz tamaşaçılar, çoxlu sayda müzakirələrə, çoxlu sayda xəbərlərə, çoxlu sayda belə deyək, təhlillərə səbəb olub. İndi mənim qarşımda da onlardan bir neçəsini bu dəqiqə görürəm, amma söhbətimizi çox da uzatmayacağım. Amma məşhur bir deyim var da, deyirlər ki, həmişə qalibiyyətin şəriki çox olur, amma məğlubiyyət həmişə yetimdir. Yəni, dünən həqiqətən də sözün bütün mənalarında futbolumuz, necə deyərlər, Qarabağı biz yetim gördük. Təəssüf edirəm. Yəni, biz Qarabağa həmişə sevinmişik. Qarabağ bizə sanki Qarabağın uğurlarına Qarabağ qaydanda sevindiyimiz qədər sevinmişik. Düşünürəm ki, bundan sonra da bu belə olacaq inşallah da. İndiyə qədər Qurban Qurbanovun dövründə olduğu qədər Azərbaycan futbolu zirvələrə qalxmışdı mı? Yox, yox. Haqqına girməyək. Sonra bu komanda güclüydü oynadığı komanda. Dünya sabaha yenə zaten zəfərləri başlayacaq. İnşallah, inşallah.